və torpağı götürən əgər belə deyək, əkini aparmayıbsa, müəyyən bir müddətdən sonra artıq o müqaviləyə xitam veriləcək və əkin torpaq artıq kim ki əkəcək, onlara veriləcək. Ona görə əsas şərtlərdən biri mən dediyim kimi mütləq əkin aparılmalıdır. İkinci, su gətiriləndən sonra dövlət suyu sahəyə qədər gətirdikdən sonra təzyiqli suyu mütləqdir ki, suvarılan yerlərdə siz özünüz damlama və ya digər çiləmə, üsulla olan müasir suvarmanı tətbiq edəsiniz. Soruşa bilərsiniz ki, tutaq ki, bu şərtlərdir. Bəs dövlət təbii ki, bütün bu proseslərdə sizləri dəstəksiz qoymur, sizə hansı dəstəkləri verəcək? Mən onu qısa olaraq sizə demək istəyirəm. Məsələn, elə müasir suvarma ilə bağlı. Baxmayaraq ki, təzyiqli su hissəsini dövlət eləyir. Bununla yanaşı siz öz təsərrüfat daxili suları çəkəndə müasir suvarma sistemləri. Burada da dövlət sizə dəstək verir. Nədir? Siz ilkin ödəniş olaraq 20%-ni ödəyirsiniz, 40%-ni isə dövlət sizə güzəştli şəkildə ödəyir. Qalan 40%-də əgər siz istəyirsinizsə, 40%-i sizə 5 il müddətinə güzəştli şərtlərlə belə deyək, aşağı faizli sizə kredit təklif edir ki, bu kifayət qədər yaxşı bir təklifdir. İkincisi, siz hansısa bir texnika, ola bilər ki, iş zamanı əlavə olaraq texnikalara sizin ehtiyacınız olur, avadanlıqlara ehtiyacınız olur. Burada da eyni qaydada dövlətin sizə dəstəyi var. Yenə də 20% ödənişdir, qalan 40% yenə güzəşt, dövlətin güzəştindən istifadə edirsiniz və qalan 40% isə 5 illik belə deyək, kreditlər sizə maşın və avadanlıqların alınması üçün dəstək göstərilir. Eyni zamanda mən onu qeyd edeyim ki, bizim indi təcrübəmiz onu göstərir ki, bilirsiniz ki, biz çalışırıq kənd və qəsəbə sakinlərinə torpaqlar verilərkən kənd və qəsəbənin ətrafından verilsin. Çox uzaqdan verilir, ətrafdan torpaqlar verilir ki, onlar üçün həm rahat olsun, gedib gəlməklə bağlı sıxıntılar olmasın. Amma bilirik ki, torpaqlarımız bir çox yerlərdə bizdə nümunə də var ki, indi İlqar müəllimə yəqiniz qeyd ediləcək. Bir çox hallarda belə bir təcrübələr qarşılaşmışıq ki, doğrudan da torpaq fondumuz bizim müraciət edilənlərin sayına münasibətdə azdır. Bu halda biz qaydalarda da yazılır ki, mütləqdir ki, ya ailə kəndi təsərrüfatı yaradılsın, ya da kooperativlər şəkildə formalaşsın. Bu, həm buna görə vacibdir, həm də ikincisi, ümumiyyətlə dövlətin bayaq mənim sadaladığım dəstəklərdən əlavə bilirsiniz ki, əvəzsiz bir dəstək var. Yəni ki, bura öncədən köçənlər mən bilməm, bəlkə də rayonlarda bundan öncə əkinlə, biçinlə başlanılır. Bilirsiniz ki, bu subsidiyadır. Yəqin ki, bir çoxlarınız bilirsiniz subsidiyanları. Subsidiya dövlətin fermerlərə əvəzsiz olaraq əkindən dəstək məqsədi ilə göstərdiyi maliyyə dəstəyidir. Bəzən çox sual yaranır ki, bu maliyyə dəstəyinin biz hamısını, bütün xərclərin hamısını qarşılayan subsidiya. Dünyanın heç bir yerdə elə bir şey yoxdur ki, bütün xərclərin hamısını subsidiya vasitəsilə qarşılamasın. Subsidiya xərcin 40-50, maksimum 40%-45%-nə qədər hissəsini sırf fermerə dəstək üçün dövlət büdcəsi vəsaiti hesabına qarşılanması deməkdir. Yəni, burada sizə subsidiya veriləcək. Sizin digər rayonlardan fərqli cəhətiniz nədir ki, burada da dövlət xüsusi yanaşma edir bu bölgəyə. Digər yerlərdən fərqli olaraq burada subsidiya miqdarı həm bir dəfəlik subsidiya, həm də belə deyək, əkin subsidiyası istiqamətində daha artıq ödənişlər alacaqsınız. Amma fərdi əkindən əlavə olaraq ən yaxşı dəstəklər ailə kəndi və kooperativlər üçündür. Məsələn, adi bir belə bir sadə dillə izah edəcəm ki, hamı üçün aydın olsun. Tutaq ki, mən deyili 1 hektar ərazini əkmək üçün 200 manat tək əkirəm, 200 manat subsidiya alıramsa, mən ailə təsərrüfatı, ailə bir qardaşımla, bacımla, qoşumla bir yerdə 3 nəfərdən ibarət bir ailə təsərrüfatı yaratmışam və ya 5 nəfərdən ibarət bir kooperativ yaratmışamsa, mən o həmin kooperativ və ya ailə təsərrüfatı tək əkən eldən əlavə olaraq 50% artıq subsidiya alacaq.
Yəni 1 hektarına 200 manat yox, bayaq mən tək ekəndə 200 alıramsa, bir yerdə mən 1 hektarda 300 manat alacağam. Yəni bunu da belə izah edirəm ki, hamı üçün aydın olsun ki, indidən öz planını quranda baxsın ki, necədir. İkinci, niyə görə? Sual verə bilərsiniz ki, niyə görə biz kooperativ və ailə kəndi təsərrüfatını daha çox dəstəkləyirik? Ona görə ki, dövlətin həm resursları məhduddur, həm də istəyir ki, o resurslardan dəstək göstərəndə maksimum insan yararlanmasın, maksimum insanlara əlçatanlı olsun. Buna görə də biz bu şəkildə edirik. İkincisi də kooperativ və yaxud ailə təsərrüfatları, yəni birgə çalışmaq bu dünyanın hər yerində hal-hazırda bir çox kənd təsərrüfatı üzrə inkişaf etmiş ölkələrin ən əsas göstəricisidir. Kooperativlər də, belə deyək, ailə kəndi təsərrüfatlardır. Çünki bilirsiniz ki, məsələn, tək insanın bayaq mən hazırladığım dəstəklər var. Məsəl üçün, siz 5 hektar yeri, 10 hektar yeri əkmək istəyirsiniz. Bunun bəlli bir xərci var. Buna texnikada tələb olunur, buna toxum, tikdə tələb olunur. Bunlar hamısı bunun xərci hissəsidir. Əlavə ona gəlir bunun işçilik hissəsi və yaxud sizə əlavə texnikada lazım olacaqsa, biri var bunun bir şəxs bu qədər xərci qarşılasın, biri də var ki, bayaq dediyim kimi, həm yaxşı subsidiya alaraq və xərci də 3 nəfər və yaxud 5 nəfər arasında bölmək. Bu, bunun xərc hissəsidir. Bir də bunun gəlir hissəsində sizə üstünlük qazandıracaq hissəsi var. Nədir? Siz bir yerdə əkəndə daha çox yeri əkib, daha çox məhsul satışa çıxara bilirsiniz. Onda artıq siz qiyməti sizə yox, siz qiyməti edirsiniz. Özünüz yaxşı bilirsiniz ki, hətta heç kənd təsərrüfatına getmədən belə, biz şəxsi ehtiyaclarımızı qarşılayanda belə gedib topdan satış alanda və yaxud da ki, tək alanda qiymətlər necə dəyişir. Bu, bizə alış zamanı da biz gedib, məsələn, gübrə alanda deyəcək ki, 10 nəfərin, yəni 10 hektarlıq əraziyə alırıq, tutaq ki, onda sizə güzəştlər, yəni indirimli qiymətlər təklif olacaq. Amma təbii ki, tək alanda məcbur olursan kiçik yerə alasan, orada da qiymətlər qalır. Və yaxud satış zamanı. Mən xırda bunları izah edirəm ki, siz ən azından prosesi də başa düşəsiniz. Sonda yenə də narahat olmayın. Hansılar suallarınız olacaqsa, biz zaten sizlə bu məqsəddən gəlmişik ki, sizin suallarınızı cavablandıraq. Eyni zamanda satışla bağlı. Özünüz yaxşı bilirsiniz ki, bir nəfər əkəndə kiçik yeri əkirsiniz və sabahlar siz satanda da onun təchizat hissəsidir, satışla bağlı bir çox hissələrində sıxıntı çəkirsiniz. Amma kooperativ olanda siz rahat şəkildə müəyyən bir həcm formalaşdıracaqsınız. O həcmi də özünüz yenə dediyim kimi qiymətini də diktə edə biləcəksiniz və satışla bağlı çox sıxıntınız da olmayacaq. Ona görə istəyirəm ki, bu məsələləri diqqətə alasınız. Biz birinci istəyərdik ki, bizdə sizdən kim təqdimat edəcək, qeydiyyatı necə keçirmək lazımdır? Əməkdaşlar verirlər? Aydınız. Kimsə təqdim edə bilərsiniz də təqdimat. O da birinci gəlin, hər istəyirsiniz, biz birinci bir dənə fikirlər dağılmadan onu qeyd edeyim ki, bayaqki dəstəklərdən əlavə yenə dəstəklərimiz var. Bu dəstəklərdən biri bizim mövcud layihələrimiz olur bəzən. Biz təcrübədə də var ki, məsələn, bizim kənd təsərrüfatının aqrar tədarükə təchizat aşırı səhmdar cəmiyyəti var. Onların müxtəlif layihələri olur, hansı ki, yenə də kooperativlərə və ailə təsərrüfatlarına. Məsələn, biz indiyənə kimi elədiyimiz layihələrdə olur ki, bir neçə kooperativlərə bir dəfəlik avadanlıq, sonra ki, arıçılıqla bağlı bal süzmə aparat verilir, toyuqçuluqla bağlı toyuqlarla bağlı müəyyən avadanlar verilir, heyvanların yem kəsim aparatları. Yəni, bu da ancaq yenə kooperativ və ailə kəndi təsərrüfatlarına verilir. Bayaqki yerlərdə deyəsən səs var, xahiş edirəm, telefonla danışanlar çox xahiş edəcək, kənarda danışsınlar. Çünki digərlərdən mani olursunuz. Bir də digər bir məsələ, bir də öz aranızda danışmayın, xahiş edirəm. Siz buradasınız, istənilən vaxt birbirinizlə danışa bilərsiniz. Biz sözümüzü deyək, ondan sonra suallarınız da varsa verin, sonra yenə bərabər danışarsınız. Digərlərdən mani olursunuz çünki. İkinci bayaqki dəstəklərdən əlavə, xüsusilə bu bölgədə bir dəfəlik məhsul üzrə dəstəklərimiz var. Bizim bitkiçilik şöbəsinin sektor müdürü
Şövqü müəllim Nələşov buradadır. O hansı siz yəqin ki, bir çox vaxt qeydiyyatdan keçərdə elanla tanış olursunuz ki, ümumiyyətlə bu bölgə üzrə bizim ekspertlərimiz hansı bitkilərin əkilməsini tövsiyə edirlər. Onların bir daha üzərindən keçəcək və onlara bir dəfəlik əkin üçün dövlət hansı əlavə subsidiyalar verir bayaqından. Hansı subsidiyalar verir və bu üçün şərtlər nədən ibarətdir? Xahiş edirəm diqqətlə Şövqü müəllimi eşidək. Ondan sonra isə qeydiyyatdan kimlər ki keçməyiblərsə onlara qayda necədir onu izah edəcək. Buyurun Şövqü müəllim. Hoş geldiniz. Öz bölümünde sizlere sağlayacağım. Ve aynı zamanda Hanım dediği gibi Suçiliye şurasının bir hakkında size məlumat vermek istiyorum ki bu arazide əkləyəcək bitkiler hakkında size məlumat verir ki inşallah ki siz torpaqlar hakkında elana aktif olarak cevap verenden sonra ki biz torpaq isteyirik. Size ayrılan torpaq sahalərində hansı bitkiler əkəbilərsiniz o barədə sizə məlumat verir və Hanım qeyd edildiyi kimi Kənd Səhət Nazirliyinin bitkicilik şöbəsinin əməkdaşları bu ərazilərdə hansı bitkilərin əkilib becərilməsinə və bu əkilib becərilən bitkilərə hansı məbləğdə subsidiyanın verilməsi məsələsini aydınlaşdırmışıq. O deməkdir ki, siz fərqli bitkilər əkə bilməzsiniz. Əgər siz istəyirsinizsə burada nəzər subsidiya, bir dəfəli subsidiya verilməyən bitkilərdən fərqli bitkilər əkmək istəyirsiniz, əkə bilərsiniz, amma o halda sizə həmin o bir dəfəli subsidiyalar düşünəcək. Amma əgər istəyirsiniz ki, siz bu bitkiləri əkib becərsiniz və dövlətdən həmin məbləğdə subsidiyalar alasınız, o zaman həmin subsidiya qaydalarına uyğun olaraq bitkilərin becərilməsi məqsədə uyğundur. Birinci növbədə qeyd etmək istəyirəm ki, bu ərazidə hansı bitkilərə bir dəfəli subsidiya düşür. Bu şaxtalı, nektarin, ərik, nar, xurma, bağlar və üzüm. Həm üstülə üzüm, həm texnik üzüm bağları sağlarsınızsa, sizə bir dəfəli əkin subsidiyası düşür və məbləğlərində bundan sonra mən qeyd edəcəm. Ondan başqa bitkilə meyvələrdən ciyər, qarabaq, mavigilər, tərəvəzlərdən pomidor, xiyar, badamcan, biber, soğan, tərəvəz lobiyası, məhvə soğanları, kök, kələm, ostan bitkilərindən qarpız, yemiş, dənli bitkilərdən buğda, arpa, qardalı, dənli paxlalı bitkilərdən soya, yem bitkilərindən yonca, paşa, texniki bitkilərdən kartof, şəkər çoğunluğu bitkiləri əkərsizdən siz meyvə bitkilərinə görə bir dəfəli subsidiya, digər qeyd edildiyin bitkilərə görə isə əkin subsidiyası əldə edə bilərsiniz. Qeyd etmək istəyirəm ki, meyvə bağları salınanda birinci növbədə ərazinin su təminatı məsələsi nəzərə alınmalıdır. Bildiyimiz kimi ümumildə xüsusilə dənli bitkilərin dəmiyə şəraitdə becərilməsi mümkündür. İllik yağıntılar miqdarı 354 mm olduğu halda hansı ki bu il məsələn yağlar daha çox düşür və buna görə dənli bitkiləri dəmiyə şəraitdə bu ərazilərdə becərmək mümkündür. Amma meyvə və digər meyvə bitkiləri üçün əsas şərtlərdən biri olur ki, bu ərazilərdə su təminatı olmalıdır. Su təminatı olarsa, siz qeyd edildiyiniz bitkilərin əkilib becərilməsinə başlaya bilərsiniz. Eyni zamanda həmin bitkilərə dövlət tərəfindən ayrılmış bir dəfəli subsidiyalarda əldə edə bilərsiniz. Mən bir bitki üzərindən sizə məlumat verəcəm, çox da vaxt uzanmayacaq, amma digər bitkilərdə də aşağı yuxarı buna bənzər tələblər var. Məsələn, siz ekranda da yəqin görürsünüz, şaxtalı nektarin bağı salarsınızsa 15.500 manat dövlət tərəfindən sizə bir dəfəli subsidiya verilir. Amma qeyd edildiyim kimi bunun tələbləri var. Tələblər nədir? Dəniz səviyyəsinə 150-500 metr hündürlükdə bağlar salınmalıdır. Bu ərazidə dəniz səviyyəsinə biz müəyyənləşdirmişik ki, 150-500 metr hündürlükdədir. Birinci tələb avtomatik olaraq əraziyə görə ötənilir. İkinci tələb minimum bu bağlı sahəyə 3 hektar, minimum 3 hektar salınmalıdır. 3 hektarın üzərində olmalıdır. 3-dən azda olmamalıdır. Torpaqdan uzunluğu ölçmək üçün elektrik keçiricini orada görürsünüz. 2 desimetr görürsün metrdir. Bu torpaqda olan tuzluq müəyyəndir. Bu yerlər yəqin ki, mərkəzi ərazilərdə olduğu kimi çox da tuzlu torpaqlar uyğundur. Şu an salındığı birinci ildə bu su prezidentsi bağlar olduğuna görə dirək sistemindən salınır bu bağlar. Sonra bağda damcı sulama sistemi olmalıdır, maşın sulama sistemi. Eyni zamanda salacağımız bağ aqrar sığorta fondu
Avtomobil tərəfindən sığortalanmalıdır. Bu da hər hansı bir təbiət hadisəsi baş verərsə, sizə xərc edirsiniz, bunun geri ödənilməsi ilə bağlıdır. Ondan başqa, əgər 15 hektar və 15 hektardan artıq bağçalarsa, eyni vahid ərazidə həmin əraziyə iqlim stansiyasının uğraşdırılması, bu çox, belə deyək, qəribə görülsə də bildiyimiz kimi çox da bağlı bir sistem dönüyor. Yəni 15 hektarlı bir bağ üçün bu sistemin qurulması vacibdir. Ondan başqa əkiləcək bağın xəstəlik və zərərvericilərdən azad olunması məsələsi var. Aşağıda gördüyünüz hansı ki patogenlər var, onlardan analiz olunub dinlər əkilməlidir ki, qarşıdakı illərdə sizin bağınızın hər hansı bir risk gözləməsin. Ardıcılıqla mən slaytları belə deyək, yalnız hansı bilgi və nə qədər subsidiya olduğunu göstərmək üçün davamlı olaraq göstərəcəm sizə, amma tələbləri də biləcəm. Dediyim kimi, şartların hektarında olduğu tələblər üçün digər bilgilərdə tələblər var. Mən bu prezentasiyanı sizin Dövlət Əqrəb İnkişaf Mərkəzindən Cəbrayıl rayonunda rəhbərlər təqdim edəcəm, nümayəndələr təqdim edəcəm. Siz əgər bağ salmaq istəyirsiniz, eyni zamanda bu proseslərdən sonra sizə təlimlər keçiriləcək. Və təlimlərdə siz, belə deyək, maraq dairənizə görə sizə məlumatlar veriləcək ki, hansı bitkilər əkmək istəyirsiniz və hansı qaydalarla əkmək istəyirsiniz və sonunda təlimdə bununla başa vuran şəxslərə sertifikatlar təqdim olunacaq. Əgər sertifikat əldə etməsiniz, o zaman belə deyək, iş yarım çıxır. Ona görə təlimlərdə də inşallah uğurla fəaliyyət göstərirsiniz və sonunda sertifikat əldə edə bilərsiniz. Ərik bağları üçün 15.500 manat, nar bağları üçün 3.700 manat, xurma bağları üçün 3.900 manat, dövlət tərəfindən bir dəfəlik verilən subsidiya məbləğlərdir və bu ərazilər siz fermerlər əgər bağları salarsınız, məbləğləri əldə edə bilərsiniz. Bəli, bu bir dəfəyə verilən subsidiyadır, amma növbəti illərdə də subsidiya şurasının qərarına görə, hal-hazırda mövcud subsidiya şurasının qərarına görə ikinci bağlarda hər ildə 800 manat verilir. Amma bu şuranın qərarı bildiyiniz kimi hər il yenilənir. Bu sabit qalmır. Superintensiv süfrə üzüm bağları üçün 11.000 manat, texniki üzüm bağları üçün 16.500 manat, burada xüsusi tələb var. Üzüm bağları bərabər kiçik emal müəssisəsinin olması tələbi də var. Bundan başqa, yenə texniki üzüm bağları üçün 8.000 tələb ödənişi var, bir dəfələ subsidiya məbləği var. Amma burada müəssisə olmasa da belə bu məbləği istifadə edə bilirsiniz. Bu da gilə meyvələrlə bağlı olan məsələsi, qarabağ bağları üçün 3.200 manat, bol bağları üçün 13.500 manat, bölgün bağları üçün 10.400 manat, mavigilə bağları üçün 25.000 manat, mavigiləri qeydirilmək istəyirəm ki, bir sayıda becərilməsi tələbi var. Çünki torpaqların pH səviyyəsi yüksəkdir. Ona görə mavigilərlə tuş torpaqlarda becərildiyi üçün bir sayıda becərilməsi tələbi var. Bundan başqa, birinlik əkinlərlə bağlı dövlət tərəfindən ödənilən əkin subsidiyası məbləğləri görüşdə ekranda hal-hazırda buğda və arpa bitkisi üçün 400 manat əgər müasir suvarma sistemi tətbiq olunmuşsa. Bundan başqa dövlət bu ərazidə taxıl, buğda və arpa əkən fermerlərimizin əlavə 50%-də güzəşt edir. Deyək ki, Azərbaycan digər ərazilərində müasir suvarma sistemi ilə burada əkən fermer 400 manat alırsa, sizə ekstra olaraq əlavə 200 manat ödəniş edir və 1 hektar müasir suvarma sistemi ilə becərilən buğda sahəsinə görə 600 manat əkin subsidiyası əldə edə bilirsiniz. Bu qədər, əgər suallarınız varsa, mən cavab verəcəm. Sağ olun. Hörmətli forum cəmaatı, mən də sizə salamlayıram, xoş gördük. Birinci, cənab prezidentimizə çox böyük təşəkkür ederiz. Azərbaycan ordusuna, şəhidlərimizin müqarısına baş əyəsi, bax, belə bir günümüzə qismət edir, artıq 30 ildən sonra. Allah işi zaman eləsin, bu günlər Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinə, tüm nümayəndələrə təşəkkür edirəm ki, görüş təşkil edir. Bildiyimiz kimi, yol kəndə məhdudlaşmış kənd əhalisinə torpaqların verilməsi ilkin olaraq icarət olmasıdır. Yəni, bu qeyd olundu. Yəni, bu günlər burada məhdudlaşmış ailəyə torpaqlar verilir. 5 hektar şərtli, bu günlər bizimlə temsilcilərimiz burada oldu, sizdən görüşüb olan kəndisi, dünəndə artıq 70'e yaxın ailənin qeydini kesildi
bütün kentlerde 311 aile mesullaşır, bütün ailelerin hamısı bu qeyrdən keçməlidir. Bizim işçilərimiz sabahında gün ərzində burada olacaqlar, hamısı sizin nəticə olduğunuz olsa, təmin olsa, şəxsiyyət vəsiqəsini gətirməklə bu məsələni həll edəcək. Bizim qardaşlar burada sabah gecədən burada olacaqlar. Zahid Məhəmmədə xahiş ediyorum. Burada biz kömək eləsin bizim işlərə. Sonra bunu indi lazım edəcək 2-3 nəfər müəllimlər burada xahiş ediyorum, müəllimlərin biri. Artıq kim istəyirsə, bizim uşaqlar orada təmin etsin ki, onlar bu qeyrət formasını ödəyəsinlər burada. Ondan sonra lazım oldu, olabilirsinlər, qıraqda başqa yerlərdə ölçəndə bu adamlar orada əlaqəndə qeyrətini keçsinlər. Yəni bu məsələlə bağlı heç bir problem olmayacaq. Amma nəzərə alsın, ayın 27-ci günü son gündür, ona qədər utanmalıdır. Yəni bir gün işləmişik, tapmışlar. Bizə lazım 2-3 gün olsun, yəni çıxını sabahın, tezdən işlənir, gün ərzində daha 100 nəfər keçirilir. 2 nəfər olacaqlar, heç bir problem yoxdur. Bu qədər sərdə sərbəndə yoldaşlar gəlsinlər, burada sabah qeyrətini keçsinlər. Yəni bu qeyrət... 2 nəfər mən özür istəyirəm, 2 nəfər deyiləm öləcəklər, 3-4 nəfər. İndi bir şey deyim də. Aklı məndən nə qədər qaldı? Hazır, bir dəqiqə. Yəni bir nəfər görmədir, 2 nəfərin haqqı yerində mümkündən ələdir. Günlər belə tapıb, böyük proses deyil, sadə proses deyil. Gün sabahlar 2 nəfər gəlsin, uşaqlar təyin etsin. 15 nəfər olsun. Amma sabahlar o sərdə sərdən qaydan yaradır, bizim uşaqlar sabahlar bizim güzel keçirəcək. Problem deyil, sonra bu məsələlərlə bağlı, kimin nə sual olsa, bizim işçilər deyəcəklər. Başa düşük ümumiyyətli ola bilər, çətinlik ola bilər, müəyyən biraz proses zaman ala bilər, biraz səbirli davranaq. Yəni düşünürəm ki, bizim əməkdaşlarımız da maksimum çalışırlar ki, gəlsinlər sizlə bərabər, sizə dəstək olsunlar. Biz bu vaxta kimi beləcə eləməsin, yanımızda olacaq, narahat olmayın. Düşünürəm, ilkin olaraq bizim proses necə gedir, biz sizə məlumatı veririk. O baxımdan indi kimin də sualları varsa, amma çox xahiş edirəm. Bir nəfər sual verəndə çalışaq ki, o sualını tam bitirsin, biz cavablandıraq, müdaxilə etməyik. Ondan sonra digər əlini qaldırıb özünü təqdim eləsin və cavab verir. Və bir də yerlərdə danışmayın, çünki biz eşitməyə bilirik. Yəni, çox xahiş edirəm, bir-birimizə hörmətdən yanaşaq və bir-birimizi dinləyək, çox xahiş edirəm. Kimin sualı var, əlinizi qaldırın. Buyurun, elə siz qaldırın, adınız soyadınızı hələ qorarsan. Qoğru ləzzət. Əziz Qoğru. İlk öncə rica edirəm o göstərdiyiniz faili bizim qrupa da Xeyr, siz deyil, bu sizin üçün hazırlar. İkinci bir məqam tutalım mən bu müabiqələ sayesinde maraqlı olan bilirəm. Bunun üçün mən müabiqələrini digər insanlardan fərqli olaraq daha aşağı qiymət əldə edə düzgün mahiyyətli, qısa olaraq. Amma müabiqələrini Mən qeyd edirəm orada subsidiya məbləği digər insanlar deyərkən, yəni bu ərazidə yaşayan insanların hamısı üçün eyni standartdır. Məhz siz... Yox, ümumiyyətlə normal insanlardan fərqli olaraq, yəni biz daha ucuz qiymətə təmsil edəcək onu yəni. Belə deyək də, siz tələbləri yerinə yetirirsiniz, subsidiya məbləğini sonra əldə edirsiniz. Hansı ki, məbləğlər qeyd edirəm, uşaqların ehtiyacı üçün tələbləri oxudum sizə, eyni qədər müalicə üçün var, buyurun. Mən sualı başa düşdüm, siz niyə qədər verirsiniz? Çünki bayaqlar mən danışanda qeyd elədim ki, əgər siz kooperativ yaradırsınızsa, məhz bu kooperativin üstünlüyü kimi olur istədilir ki, daha aşağı. Təbii ki, əgər siz gedib bir təchizatçıdan 10 ting alanda sizə veriləcək qiymət tamamilə fərqli olacaq, yəni ki, mən təsdiqləyəsiniz. Və yaxud da ki, 10.000 ting və yaxud 100 ting alanda sizə tamamilə fərqli. Çünki siz endirimli qiymət ala bilərsiniz. Bu, siz kooperativ olduğunuz fərqindədir. O ki, qaldı sizin subsidiya ilə bağlı hissənizi, onu da Şövkü müəllim sizə dedi. Siz əkəcəksiniz və əkdiyiniz yeri bəyan edəcəksiniz. Ona uyğun olaraq da biz dövlət tərəfindən nəzərdə tutulan subsidiyanı alacaqsınız.
mavi gilə üzrə dincəkdə əkilmə qaydası vardı və yaxşı da hektarına 25 min bir dəfəlik siz subsidiya alacaqsınız hektarına. Ondan da əlavə digər güzəştlər var, texnika ilə bağlı güzəştlər var, ola bilər ki, baxın, artıq yenə də yerlərdə danışıqlar başlanır. Qulaq asın, çünki çox önəmli sizə məlumatlar verir. Ola bilər ki, siz bugünlər bizim dediyimiz bütün məlumatı tam anlamaya bilərsiniz. Bu normaldır. Çünki həddindən artıq çox informasiya verilmişik. Niyə görə mən dedim ki, mütləq təlimlərdə iştirak edin. Çünki siz orada təchizatçılardan tutulmuş bütün informasiyanı sizə verəcəklər. Ona görə təlimlərdə iştirak edərsiniz, orada kifayət qədər detallı məlumat əldə etmiş olacaqsınız. Buyurun. Tamamen bu kararı verdim, mavilerini verdim. Prosesi bilmeden yani en azından Elə təlimdə siz o prosesi hamısının xırdalığına qədər öyrədəcək. o maviləri qabaqcadan almaq olur, subsidiyanı bununla almaq olur, yəni ona vermək çalışır. O isə sağ olun. Siz öz gelin alırsınız, onu etirsiniz falan, sonra dövlət sizin aldığınız o, böyle deyək ki, tingen karşılığında bir sesini karşılayır. Zararlı, yani dövlət size subsidiyan verdiği bunu almak değil, sizin aldığınız neyine yani siz artık almazsa ekran sesi aldığınız sonra müddetli veya müddetli müddetli sonra da vesaire alacak. Bilmem maviler bilinçinde siz dediğiniz zaman emin olmak lazım ki her yerden bu ilgili toprak şartlarına maviler etmeyi olan. Çünkü özünde sizin spesifik değil, yani bakmalısınız. Yani sizin olacağında, yani onun öyle de seviyordu ki bunu ekerde tercih bir hissesini karşılasın. Ama sabah orada neydi olmayanlar, yani düşünün ki orada Deməli, təlimlər nə vaxt keçiriləcək, harada keçiriləcək, bununla bağlı biz sizə məlumat verəcəyik. Həm bizim dairəmiz buradadır. Sizin bizdə eyni zamanda əlaqələrimiz olacaq. Biz WhatsApp qrupları üzərindən, eyni zamanda bizə bu işdə həmişə xüsusi nümayəndəlik dəstək olur. Onların vasitəsilə biz təlim nə vaxt başlayacaq, nə vaxt bitəcək, harada olacaq və harada olmayıb bu məlumatlar hamımıza telefonlarımızda biz göndərəcək. Yəni, istər SMS vasitəsilə, istərsə də WhatsApp üzərindən. Son üçüncü sual, ben bu minimum 5 hektar, yoksa 5 hektardan çok Yox, mən torpağın icarəsini soruşdum. Doğru anlamda, siz torpağın anlamda. Mən bayaqları deyəndə dedim ki, bir parsel 5 hektar bölünməyəcək. Yəni, biz minimum, istər bu fərdi olsun, istərsə ki, kooperativ ailə kəndi təsərrüfatı. Lakin, əgər torpaq müraciəti qaydalarda da aydın yazılır. Əgər torpaq müraciəti mövcud torpaq fondundan daha çoxdursa, yəni, bunu asan dillə izah edeyim ki, amma başa düşsün. Yəni, əgər torpağımız 500, misal üçün, ümumi kənd sakini üçün 500 hektar torpaq varsa, müraciət 800 nəfərdən gəlibsə, 800 ailədən gəlibsə, o deməkdir ki, biz bir parseli bölə bilmirik, yəni yenə də 5 hektar verir. Amma o başlarına görə ola bilər 3 nəfərə və yaxud 2 nəfərə və yaxud yenə də deyirəndə artıq müraciətə baxır. Müraciət əsasında biz onu tənzimləyə bilirik. İndi yenə də baxacaq orada nə qədər torpaq sahəmiz var və nə qədər müraciətimiz var. Ona uyğun olaraq sizə torpaq sahələri veriləcək. Tilçiliklə bağlı, siz tilçilik təsərrüfatı olmaq istəyirsiniz. Təbii ki, bunu da eləmək olar. Sadəcə olaraq yenə dedik ki, bu günümüz olacaq, sadəcə biz bu detallara bəli. Siz onunla bağlı siz düşünün ki, sizin bu verdiğiniz sualların ən detallıcağınız təlimatlar olacaqdır. Çünki belə suallar çox spesifik suallar çıxsa, biz bunu açığı günün sonunda kimlər olsa cevap alalım. Nəyi əldə etmək istəyirsiniz? Sizə təlim keçən mühəssisədə heyvandarlıq, bitkiçilik, hamısı üzrə təlimə qədər
ilkin prezentasiya almaq istəyirsiniz. Yok, Biz 18 orada o təqdimatda var, yenə bağlı da qalmaz. Hazırda sadəcə olan bizim bir dəfəlik subsidiya məlumatı var. Amma teacherliklə bağlı yenə dediyim kimi biz sizə təlim zamanı daha detallı suallarınızı ala bilərsiniz. Bir də biz geri dönüş eləyəndə də teacherliklə bağlı nə məlumatımız varsa, prezentasiya şəklində biz göndərərik daimə və daim vasitəsilə sizə bütün məlumatlar. Bir də ki, yenə deyirəm, təlim dövründə də ola bilər ki, təlim hissi, yenə də suallarımız ola bilər. Bu zamanda bizim yenə də Dövlət Xəbər İnşaat Mərkəzi Cəbrayıl xahiş edilən yerdə danışmayasınız. Biz suallara cavab veririk. Gəldik sizə ona bağlı bir dəqiqə eşitmək məsul fikrimi tamamını xahiş edirəm. Deməli, məsələ necədir? Sizin hər hansı bir kənd təsərrüfatına bağlı yaranan suallarınız nə vaxt olursa olsun, bizim yerlərdə Kənd Təsərrüfatı Nazirliyi Dövlət Xəbər İnşaat Mərkəzləri var. Cəbrayıl rayonunda da Şahin müəllim direktordur. Yəni, Cəbrayıl Dövlət Xəbər İnşaat Mərkəzi qısaca daim deyilir. Daimə müraciət edirsiniz. Onlar sizə dərhal məlumat verirlər. Ola bilər ki, elə məsələlər ola bilər ki, onlar mərkəzə müraciət edə bilərlər. 3 gün adı ola bilər, 2 gün adı, amma mütləq onlar sizə geri dönüş edəcəklər. Ona görə yanınıza saxlayın ki, sizin ilk müraciət edəcəyiniz kənd təsərrüfatına bağlı məsələlərdə bizim daimimizdir. Ona görə həmişə daimimizi yaxşı tanıyın və onlardan lazım məlumatları əldə edin. Sizin suallarınız bildirsə digərlərdə şərait verir. Çox sağ olun. Buyurun. Adınız, soyadınız? Məhməd Abbasi. Buyurun, Nasib bəy. Bəli. Demək istəyirsiniz. Siz indi əkmisiniz, yoxsa ümumiyyətlə fikirləşirsiniz dəmiyyədə əkməyə? Zaten bizim o dəmiyyədə yəqin sizin narahatçılığınız və bayaq dediyimiz suvarma sistemlərinə bağlı ki, mütləq biz müqavilədə demişik ki, su o. Bu sizdən nə vaxt tələb olunacaq? Su nə vaxt ki olacaq, gətiriləcək həzmli su. Onda hamıya bir mənalı şəkildə tələb olunacaq ki, müasir suvarma sistemləri çəkməlisiniz. Amma dəmiyə yerlərində və suvarlar olmayan yerlərdə, dəmiyə yerlərində biz bu tələbi qoymayacaq. Yəni, dəmiyə şəklində siz əkə bilərsiniz. Amma orada subsidiya azdır. Gəlin, bu şöbü müəllim daha detallı deyilsin, nasıl subsidiya var? Tamam, şəraitində becərilən bitkilər var. Onu siz də yaxşı bilirsiniz. Əvvəldə bu ərazilərdə dəmiyə kəsliyi ilə məşğul olmuşsunuz. Onlar hansıdır? Payızlı əkinlərdir ki, hansı ki, qış dövründə düşən yağıntılardan istifadə edərək bitkilər müəyyən qədər məhsul verə bilirlər. Düzdür, suvarma şəraitində olan sahələr qədər bol məhsul verirlər. Amma belə deyək, ciddi xərclər çəkirsiniz. Çünki suvarma xərcləri yoxdur. Yalnız orada torpağın şumlanması, toxumun əkilməsi, bir də belə deyək, azotdan öyle varsa bir də biçim var. Ona görə buğda, yonca, haşa, bir də qarşı bitkilərin əkilməsi məqsəd uyğundur bu ərazilərdə dəmiyə şəraitində. Nə qədər ki, suvarma suyundan təmin olunmuyor bu ərazilər. Və Allah üçün nəzərdə tutulanlarda müasir suvarma sistemi olmayan ərazilərdə 220 manat və ekstra olaraq 50% dövlət müdəşdirir. Bu da ayrı yenə deyilən dəmiyə şəraitində becərilən bitkilərdir. Bəli, amma kooperativ olsa, kooperativ və ya ailə kəndi təsərrüfatı olsa, 50%-də əlavə subsidiya olacaq. Düşünürəm ki, aydın, buyurun. Buyurun, öz-özünü təqdim edin, biraz sürdürdən sərçə. Bir də xahiş edirəm, siz sualınızı cavablandırdı. Kənarda danışırsınız, biz onu eşitmirik də, biz hamını eşitməliyik, cavablandırmalıyıq. Buyurun. Ben Sağlam Şahin müəlliməm. Şahin müəllim tanımış ətrafından Kəmal Ümrüşlü oluyor. Əkib becərən bir kişidir. Ben günlərdə gəlmişəm, bu qeydiyyətə götürülən nümayəndələr. Adınız, soyadınızı deməlisiniz. Kəmal Rəhman Nuruşoğlu. Kəlbəyə Rəhman. Nuruşoğlu. Günlər qeydiyyətə götürürlər, mən müraciətsiz. Günlər qeydiyyətə götürürlər, deyirəm, kəndə sadə telefon. Amma Simayimizdən mən başqa işlərə keçmişəm. Deyirəm, mənim qeydiyyət şahidimdir. Deyir ki, sənin telefon sadə telefondur. Mən deyir ki, başqa telefon aldım. Yox, orada belə bir
Ben üzül istiyorum. Maşallah. Bircə dəqiqə sual veriblər. Ben bilmiyorum. Size eyni cavab verəcəm. Kim oldu qeydiyyata alındı? Bu yoldaşlar, ben de saadet yapıyorum. Biz sizin sualınızı anladık. Anladık ki sizde sade telefondur. Ama qaydalarda simaylar keçmə var. Siz qeydiyyata alınmışdınız. Ben Sima İlkan var. Orada da. Ben bilmiyorum. Ne yazık? Rəhman müəllim, sizin halınızda qeydiyyata alınırlar. Yok. Qeydiyyata alınmamısınız. Yok, yok. Rəhman bəy, böyüyümüz sizdə, dairəyimiz onlar icazə verirsiniz. Rəhman bəy, mən sizə anlayıram, haqlı da iradınız var. Sadəcə olaraq bizdə belə deyək də bilirsiniz də, artıq elektron kənd təsərrüfatı informasiya sistemi var. Xahiş edirəm qulaq asın. Bax, bu sualı indi əminəm ki, bir nəfərdə yenə verəcəm, amma eyni sualdır. Elektron kənd təsərrüfatı informasiya sistemində bütün informasiyalar daxil olmalıdır. Onun da biz onu sima üzərindən eləyə bilirik. Bu bizim də qarşımıza qoyulan bir tələbdir. Narahat olmayın. Aydındır. Narahat olmayın. Aydındır. Bircə dəqiqə. Yoxdur da problem var. Bırakma. Ben gidiyorum. Ben de yani. Burada sadece bak bölgenin sistemi bozuldu. Zararsı olanlardır. Yer bölümleri kayda kanun yaradan bir nefer çıktı orada. O tartışma bölgesini hamısı hal olacak. Bu da hal olmadan burası takım yok. Hal Biraz olacak. səbirli olmaq xahiş edirəm. Bir də sual verəndən sonra icazə verin ki, sual xatirinə yox. Cavab almaq istəyirsə, diqqətlə qulaq asaq. İndi bizim Rəhman dayının qeydiyyata almaq üçün problemimiz var. Sizdən xahiş edirəm ki, sürətli şəkildə Rəhman dayının məsələsini Aydın Rəhman bəy, biz sizin narazı başa düşdük, həll edəcəklər. Çox sağ olun. Başqa kimin sualı var? Buyurun. Adınız, soyadınız? Ümmet mi? Kim? Rəhim. Buyurun Rəhim bəy. Çok hoş geldiniz. Güzel konuşmalar anladınız. Ben mesela teşekkür ederim. Size beş nefer olmadı kendine sayılarlar. Bir şart elde etmedi. Onların sağlıklarında ne var? Benim gibi konuda şey edeceği, kafası vereceği, yonga vereceği, neyse. Şuna bahane edeceği. Siz bildiğiniz yardımda oluyor. Ben kendi üzerinde çok önemli. Nerede 10 nefer tanımlamaz. Onlar ayrı təsərrüfatdır, özəl hərbi ayrı təsərrüfatdır. Çox gözəl. Əgər buyurun. Bəyə texnikalarımız var. Traktör, kombo, çözümlərdən qalıb. Siz də bizə dəstək verin, qeyrəqəsiz texnika. Texnikaların uşaqları var, davranlar var, Allah'a şükür, hamısı kompüter kullanmayız. Sadece texnikalar deyil ki, kompüter kursundan nə qədər biz yanımızda sərfiyyatdan, hamısı orada göstərir ki, mən bu qədər işlərim, sən şükür. Şöyle ki, biz də burada halkımıza bu verir. Rəhim bəy, biz eyni şeyləri danışdıq. Çox gözəl. Biz də elə zaten sizə dəstək vermək üçün gəlmişik. Başqa niyyətimiz də yox. 15 bin manat xüsusi zəyafət işləmək olmaz. Orada hektardan söhbət gedir. Bir hektara verilir. Heç də az pul deyil. Siz nə dəstək istəyirsiniz? Yəni, kəndə dəstək kəndə dəstəyi bizim qablə servisinin regional bölmələri var, yaxınlıqla, Azərbaycanda, Füzul tərəfdə bilginlikləri var. Sizi əlaqələndirəcəyik, siz orada mexanizatlı xarakteristiklər, ya özünüzdə götürə bilərsiniz.
götürürsünüz, mərkəz olacaq istəyirik. Yəni, bundan da məsələ həll olundu, bir dəstək. İkinci dəstək torpaqla bağlı verdiyimiz ki, azdır, çoxdur, az çoxdur biz müəyyənləşdirdik. Ətrafda, yaxınlıqda əkil sahələri, baxırıq necə də 5-6 hektar burada təxlə əkil sahələri var. Və ümumi köçəcək əhali sahəni baxırıq, nəqdə aile köçəcək, ona görə bölürük. Məsələn, burada mən 500 hektarda təxminən bir ailə başına ortalama 1 hektar yarım civarında olmuş. Yəni, azlıq çoxluğu mən bunu deyirəm, düşən deyil, ortalama düşəndir. Siz yığılsaz, deyək ki, müraciət edənlər, sonra orada təlim, yığılsaz təqrəsi, ailə hesabı yaratsaq, məsələn, 10 nəfər, 15 nəfər yığılsaz, rahat 20-25 hektar olacaq. İzah edilir. Yəni, bunu, belə deyək, yəni, başqa necə ola bilər bilmirəm. Yəni, sizə dəstək ola biləcək formada nə edə biləcəksə, birinci qanunvericilik çərçivəsində hansı subsidiyalar, izahını yollaşdır. İkinci, qanunvericiliklər nəzərdə tutulmayıb, amma biz sizə onunla çatır dəstək göstərmək təkliflər. Hər şeyi də dövlət eləyəcək ki, yoxdur. Yəni, dünya işlərində hər şey dövlət eləyəcək yoxdur. Ona görə, hamı can sağ eləsin, bizə də borcumuz bilgərək sizdən danışaq, bizə eləyək, sizə duvarsa. Sonra bu, sizin birinci kənd deyil, biz artıq 10-cu yaşayışmadı kənddə deyil. Yəni, düzgün suallardır, sizin verirsiniz, bizim borcumuz da ətraflı geniş cavab vermək. O torpaqsıda veriləndən sonra, siz orada fəaliyyətə başlayandan sonra öz axarının işlərində gedəcək. Bu, faizə təkil edəcəksiniz də inşallah. Faizə inşallah Kənddən çox aralıqda olmasın. Deməli, mən sizə izah edeyim. Bu suallar olacaq, bəlkə də bilməyən deyildə çox daha çox adam vardır. Mənim yolunu bu hissəni verdim, mənə bu hissəni verməm. Bunun sualın fərqli cavabı var. Biz sakinlər üçün nəzər tutulan əkinci sahələri, yaşayış məntəqəsinə və bu halda bu kəndin ən yaxın olan torpaq sahələri verilir. Birinci müraciət edeyim, prosesdən birinci keçənlər, kəndin ən yaxın yerləri torpaq sahələri verilir. Bu da 15 hektar, 10 nəfər olacaqsa 15 hektar. Yəni, mən oranı istəyirəm, parmaqla görsəm, bunu bizə gəlməyəm, bu bizə adı deyil. Ümumi ərazilər. Mən də biraz təsərrüfatda işləmişəm, biraz bir korkuda izah edirəm, amma istəyirəm ki, bilək ki, hər şey istədiyimiz kimi olmaya bilər, qanunverici çərçivədə. Hardasa baxa bilərik ki, nəzərə alırlar, bu təsərrüfatın genişlənmə imkanı, məsəl üçün deyirəm, siz heyvanlarla məşğul olacaqsınız. Burada biz bir kompleksiyalaşma edelim, peki elə bir yer seçə bilərik ki, sizin orada heyvanda fermada durmaq imkanı olsun. Bizə elə bir Biz orada əslində hesab veririk. Bir dənə müdaxilələr olmasın. Məsələn, Cənubar Başkanlığı nəfərlərlə təsəvvür edir ki, sakinlərdə heç bir adam müdaxilə edirlərsə, yəni, bu, mən məsələn, daş karyerim var, daş karyerim. Bu diqqətli köküm orada axıran bu kaskeriyə, məsələn, kübrəni yığmalara, tehlikəli davranmalara, bilək ki, yağışdan dəqiq kesinlərlə. Tehlikəli şöbə qalanında bu sırası sürədə başlayır. İzahiyyə. Müdaxilə olmasın. Müdaxilə... Bu gəldi məskən olmasın ki, məyvə salmır. Sizə ayrılan və sizin istifadə edəcəyiniz torpaq sahəsində 1%-dən keçməmək şərtilə ümumi əvəzini. Siz orada yüngül konstitusiyalı tikintə apara bilərsiniz. Gəlib orada ev tikəcəksiniz, gəlib orada dövlət ona cəzə yox, yüngül konstitusiyadan bir şey izah edərdir. Suvarma üçün nəsə qurarsınız, balaca nədir orada bir göl. Yəni, müdaxilə qiyamda öz diqqətli olur. Yəni, biz qanunvericilik kənar olan bir şey yox, burada müdaxilə olur. Qanunvericilik çərçivəsində də o sizə belə deyək, nə səlahiyyətlərdən hüquqlar verilirsə, biz onu sizə izah edəcək. Sadəcə olaraq, bu əfəki adam dediyi, bəlkə o təlimlər sizə çox ağır gələrlər, çox uzun gələrlər, amma təlimlərə asıl dərəcədə iştirak edərək qulaq asmaq və qeydlər aparmaq lazımdır ki, siz orada bu tip suallarla görürsünüz, bir saat yararlıqlar tutmaşdır. Əminəm ki, burada 3 sual verirsə, təlimdə 13 sual verəcəksiniz. Ona görə təlimlərdən iştirak edin. Sizin kimi aktiv vətəndaşlar sakinlər olması lazımdır ki,
O aktif olun ki hamıda sizə basıntı olmasın. Sizə də kənd əgər orada birləşdirilirsə sakin olaraq, sizə artıq, yəni artıq sınırlıyız formasyon ki, rəqib sahələrinə müraciət edirsiniz. Sağ olun. O kənd mən bilmirəm, amma sistemlarda da bəlkə orada biz Qorovunun yaxınlığında masketi sahələri isə biz onları nəzərdə qoyuruq. Bu kənd ola bilsin bilmirəm, 33-cü ildə tikildi. Tikilməyəcək yönətdir. Bu məsələdən bugün Qorovun kəndi dövlət şəhər saxma və artıqları komitəsində təsdiq olunmuş qanuna görə şu anda kəndi Asaqaylı kəndində Sapaşəli Çapanlı Qorovun kəndləri bir yeri tikildi. Çox ehtimal ki, yaxın günlərdə, həmin kəndi torpaq sahələrdə Qorovun kəndinə aid ediləcək. Yəni bu kənddən dünyada 15 ailə köçülür. Siz 15 ailədən, bu kiramız biz 15 ailə. Həm onu doğum ailədə yığılar, bir ailədə, hələkdə səbəb yaradan bir dəfədə. O yaxın deyilsin. Həmin kəndi tikilməyəcək, həmin kəndi bura tikildi və torpaqlar bu əvəzlər daxil olacaqdır və onun kəndinə bərabər güc burada gedəcək. Yəni o təklif Əsbət Ayının yoldaşları məsələn dəstəkləyirlər ki, bugün 15 nəfər, bax bu günlər qədim şirkədir, 20 nəfərdir. Yaxın olan, hələ bir şeydə diyorlar, bir yerdə eləsən. Biz abi xəstələrdə olaraq, əsr olur. Siz elə bir çağırırlar, 15 nəfər bir yerdə yaxşı Əvvəl şükür gəlsin, bizə nümayində edir, sonra ölçülər nümayində edir. Hər bir kəndi, hər bir yaşaşmada özünün inzibati ərazi dairəsi olur. Mən onu bilmirəm, ona görə sizin yoldaşlar arasında. Əgər belə deyil, o bilmirəm, nə yəni kəndlə bağlı statusu var. Amma hər bir halda siz burada orada yaşayın, sizə filan kənddə filan inzibati ərazi dairəsində olan gərək torpaq verilir. Qorovun ətrafında onu verir. Yəni bu məsələni mən bildiyimi çatdırdığını bilmədiklərimdə var. Mən bunu bilməni, sonra sizə şahidlərlə bildirəri, şahidlərlə daha dəqiqsə çatdırsın. Yaxşı sualdır. Belə suallar olanlar. Kimin sualı var? Buyurun. Adını soyadını Sakit olun da. O digərlərini işləməkdir. Mənim Yalçın Bayramoğlu, onu kəsəm. Yalçın eşitlik soyadınız? Bəli. Buyurun. Mənim sualım əhalimizin, cəmaatımızın narahat edən məsələlərdən bir dənəsi, torpaq veriləndən sonra, icariyə veriləndən sonra, böyün açılandan sonra yardım pulu bunlardan kəsildi. Çox qəşəng sual verirsiniz. Çox sağ olun. Qoyun bu sualı cavablandırım. Çünki bu sual demək olar ki, bizim digər bütün kəndlərdə verilən sualdır. Mən unutdum və bunu dedim.
məlumatı çox xahiş edirəm. İndi kim burada iştirak edə bilmir, digər kənd cəmaatına da aydın şəkildə deyim. Heç bir nə çörək pulu, nə də digər qulaq asın, nə çörək pulu, nə də digər ünvanlı sosial yardım kəsilməyəcək. Birincisi, güzəştlər hələ müəyyən müddətdə sizə davam edəcək. Ona görə bununla bağlı heç bir narahatçılığınız olmasın, digər kəndlərdə də kəsilməyəcək. İstəsəz öyrənə bilərsiniz. Çok sağ olun, teşekkür ederim. İkinci sual bundan ibaret. Eğer biz tabii ki fesatlık yaratabileceğimiz kaldırma kanunu mücadele ise, biz orada suçlu artizan bu yardılan mesela 10 neferden ibaret bir fesatlık yaratmışız. 50 hektar uçup, bize 30 hektar uçup, su parçal bulanmış, bir de suyunu su ambarları yaratabilecekler. Halarda kendi su ihtiyatları ona imkan verip, orada 8, kendi olup, 5'ten 7'den çok artizan oluyor. Özellikle bu formunda yaralabilir. Aslında biz torpaq icarə verilən tərəfi Gənclər Nazirliyi Sarayı'nın suyla bağlı su ehtiyatları verildi. Burada Elin Bakanlık vardı, durumun nümayəndələri. Yəni o onların sarayında olduğuna görə münaqişənin biz və yaxud da cavab versə yalan verilmişdir. Amma gölük məsələsə, su tutarda bağcı bir şeydir. Ərazinin yəni bir faizində də baxımın beşiklərində də sol lazım olur. Yəni siz orada membranla, o deyirlər, bilirsiniz, bilirlər yaxşı, beton olacaq. Membranla bazı rezervat tikə bilərsiniz. Amma mən sizə deyim, burada biraz morollu, özü bilirsiniz, su məsələsində çox da, yəni, belə deyirlər, yəni bir məhdudiyətləri var. Yəni, o da nədir? Siz kəndizdir, artizyan. Məsəl üçün, deyək ki, az boyu oluyor var, kəndlərin, çayların qırağında o da rahat edilmək. Yəni, orada maksimum istifadə oluna bilən artizyan ola biləcək kəndiz. İndi öz bilirsiniz, məhdud çətinliklər var. Yəni, bu məsələni də biz Söhbət Agentliyi yanında qaldırmalıyıq ki, mümkün qədər, hatta mümkündür, ora su gətirilməsini tezləşdirsinlər. Amma belə deyilən, bilmirəm, bu il sabahını bir ayını, bir il, 2 il belə çəkə bilər. Aynen, nasıl olsun? Böyle bir şey, mümkün bizlere gelecek alimlerde veya bu şeyde geçilecek görüşlerde, nöbet görüşlerde. Biz kent saatini olarak halka su mənbəyinin daha çok olduğunu ve halka mesela oranın hangi tarafından doğru edildiğini, harda qardalı, harda tatlı, harda bizim mesela setlere ne kadar, mesela oranda hektara 4 ton yedi bizim, Kayıt Hükümeti'nin eşleri dövründe plan arazılarında 12 ton yedi, yani üzümün hektara olan planıydı. Eğer sizin suçsuz yerden yararlanmanıza bizim məqsədimizdən Subatçın Quran'ın deməkdə məqsəd olur ki, sizin həmin o suçsuz yerlerden biz yararlanmak məqsədiyle biz işimizi kimle görəcəksə, kimə müraciət edəcəksə, biz indidən sizə bir istiqamət verin, biz o su təhsisatı ilə bağlı müraciət edək ki, sabah bir gün biz torpaqlarımızı əldə edəndə susuz ərazi dediği yerde gözü susuzluğuna yararlanmır. Daha da ilerleyecek. Üçüncü, bunu sadece olarak teklif gibi. Üçüncü sizden bir tane tevekkül buldu ki, bilmek istedik ki, eğer biz bugün sabah sizin susuz yerden yararlandık, ilerleyerek başkası mesela bunu ekleyi vesaire yaptık. Mekan Sarı Nazirliğine orada Ekim Baresi'ne bağlı 5 tane diyeceğiz falan vermişler. Cevap Mezun Mevluk Yardımı'nda da olmuşlar. Mezun Mevluk'da beğenip olmuşlar falanları. Oralar arasında ekmekleri, şeyleri biz Mekan Sarı Nazirliği nümayendelerine müzakere etmiştik. İsrail Nazirliği nümayendelerine müzakere etmiştik. Paralda ben onlara tekrar vermişim. Oralar arasında nelerin ekip daha çok rentabeli olması. Mesela ben nöbette suçlu diye görüyorum. 15-20 bin, 5 hektara götürək, 5 hektara ektik. Ektik güvenlik. Arasında mənim olduğunda Avrupa'da təhsil alıb gəlir. Onun böyük biznes planları da var. İnşallah görüşdə təqdim edirəm onu sizə. Deməli, biz sabahlar mən sizdən götürdüyüm suçlu gündən giləməyir. Gözəl və məsul yarayır. Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətindendir və yaxud da ki, imkanı daxilindendir. Bu malı alıb bazarda satmağa və yaxud da ki, satışına kömək eləməklə, yoxsa biz hansısa bir vurma müraciət edirsiniz, yoxsa biz cəsarət edirsiniz? Sağ olun, demək, siz əgər belə deyək, daha böyük işlərlə məşğul olmalısınızsa, bizim orada investisiya çıxardığımız sahələrdir. Sahələrdə minimum 20 hektardan başlayır və siz orada 20 hektar olası böyük deyil, amma sahib üçün bazı olabilir. Siz müraciət edərsiniz, bir də müsafiyə getirir, davamlı olaraq olacaq. Yəni, indi harada
biləməyik, rahat falan, imkan verir. Məsəl üçün, biz torpaq sahələri sahibdən verdiğimiz kəndə ən yaxın yerlərdir. Yəni, Şahin müəllim, o sizdə hansı ki yerlər deyirsiniz, orada daha uyğun, onun kəndə yaxın ola bilir. Yerlər siz o konum dediyiniz, bizdən yerlərə bölüşür Şahin o bizi açsın. Çünki onlar əldə o sahələr kəndlər 3 kilometr aralıqdan bilmirəm. Yəni, yarı çox uzaq. Biz elə normalda kəndə 1 kilometrdən uzaq olmamaq şərtindən torpaq sahələri nəzərdə edirlər. Onlar bilsin ki, orada olmasın, amma investisiya üçün olan sahələr olsun, oraya baxaq. Yəni, biz onu nəzərdə tutaq. Yaxşıdır. Satışla bağlı, o da əyləşir, yəni, bir necə razı. Satışla bağlı nazirlik, yəni, satış tərəfində rəsmi aparıb satışını təşkilləməyir. Amma biz deyirik, kimlər ki, sizin məsələn, biləməyim olacaq, və orada şərtlər deyirəm, tapıla gedəcəksiniz, potensial alıcılarından əlaqələndilər verir. Yəni, biz deyirik ki, bu şirkət var, o var, bu var. Bunları engel verir, amma yenilər, siz burada siz təsərrüfatla məşğul olursunuz, o da nə deyil ki də, yəni, dövlət qadın zeyət əşkədir, sizə dəstək olacaq, bir nəyin yerə qədər dəstək olur, nəyin yerindən sonra qarşı olur. Siz özü baxmalısınız, nə sərf edirsə, nə daha səmərəlidirsə, yəni ona da arzulayabilirsiniz. Və burada da, yəni, birinci ana hissə burada torpaq, su, nə bir məhdəmiyyətləri nəzər almaq. Mən necə, 5 hektarımız nə görə deyil ki, 5 hektar, yəni minimum olaraq 5 hektar verilməliyik hesablarına. Çünki 5 hektar az-çox səmərəli ola biləcək. Azərbaycan digər yerlərində, özü bilirsiniz, bir fermer ortalıq 2,5 hektarmış. Nə ikilər, nə ikilər, özü görürsünüz də, yəni ki, vəziyyət yazır. Ona 5 hektar ona qədər ki, cəmaat yığılsın, təsərrüfat yığılsın, 5 hektar ən misalda taxılarsa da belə. Oradan bir heyvanlı yedəcədən işləmə material olsun. Ən yaxşı aldı meyvələr. Taxıla gedərsən, 600 manat qazanacaqsan, şərtlər olacaq, 2 qazanacaqsan, başa-başa olacaq. Meyvə gedərsən, 10 min qazanacaqsan, daha çox hikayəm olacaq. O, artıq sizin belə deyil, o təsərrüfatla bağlı necə işlərəcəksiniz olmasın. Fazıl Soğlu. Aziz. Mesleği Aziz. Evet, hoş geldiniz. Bu lahiyeleri çabana kadar yurtlu bugünler gelip lahiyeleri niyet yapmadı. Bizim burada kentte yaşamak. Ne efendim, yani bu kent cemaatinin hamısı görmüşük. Yani bizim ərazimizdə olan ancaq orada taxıtırıq, sonra olur üzümçülük. Yani bəzi yerlərdən noxuza dəkili vermiyor. Siz bu layihəni icbari, nə ilə bağlayırsınızsa, elə ən yaxşı variant Şahmət. Orada elə bir variant. Hər kişinin özünün pay torpağını verəsiniz. Mən gedim günün kələmə çarptım, biraz kələmə çarptım. Biraz noxu dəkili. Pay torpağını verəsiniz. Varsa, o sualı eləmiş sizin aranızdan da veririk. Siz də o sualı vermək istəyirsə, qulaq. Birincisi, gəlin belə deyək də, burada söhbət pay torpağından getmir. İndidən. Bunu nəzərə alın ki, hələ ki, gələcəkdə bütün köçlər tamam olacaq, nə vaxtsa islahat aparılacaq, o halda pay torpaqları məsələsi bəlkə gündəmə gələcək, veriləcək. Burada söhbət gedir icarə torpaqlardan, amma hazırda da Cənab Prezidentin fərmanına əsasən təsdiq olunmuş qaydalar budur. Qaydalar nəyə deyirsə, biz də o qaydaları gəlib sizə çatdırırıq ki, qaydalara əsasən bu saatda, belə deyək, hal-hazırda bizim sizə verəcəyimiz qaydalar bundan ibarətdir ki, şərtlərimiz nədir, qaydalar nədirsə, biz onu sizə çatdırırıq. Amma gələcəkdə pay torpağı olacaqsa, islahat aparılacaqsa, o da təbii ki, sizin hamınız məlumatlı olacaqsınız, olsa qaydalar nədən ibarət olacaq. Hal-hazırdakı vəziyyət budur, biz sizə bunu çağırırıq. Xahiş edirəm, indi də hamı aydın başa düşsün ki, burada söhbət pay torpağından getmir. Hal-hazırda icarəyə verilən torpaqlardan söhbət gedir və bir daha da bilin ki, icarə də haqqı hələ ki nəzərdə tutulmur. Buyurun. Lerhan, mən getdim, 5 hektar yer götürdüm, icarə götürdüm. Getdim, dediniz gibi, mənim dediyim kimi, şəhətlər ağaçların altına apardan bölüm. Mən də su da tapmadım, bu da qurudu. Dövlətdən 15 bin pul aldım. Batırdım. Dövlət 15 bin mənə keçilir. Gəlin belə danışaq.
Bax, siz bu özünüz şuurlu şəkildə özünüz dediniz ki, su yoxdur, birinci dəqiqə, baxın, onunla danışmayın, xahiş edirəm. Birinci dinləməyi özünüzdə bildirək, bir əsasla bir-birimizi dinləyək. Yəqin ki, onun verdiyi sual sizə də maraqlısa qulaq asaq. Məsələ nədən ibarətdir? Siz özünüz deyirsiniz ki, su olmadı, artıq barı başdan özünüz deyirsiniz, su yoxdur. Əgər su yoxdursa, deməli, orada olmayacaq. Dolayısıyla biz də deyirik ki, zaten sizin müasir sularında digərləri, bunlar hamısının sizdə su olandan sonra sizdən istəyəcək. Zaten su olmayan yerdə elə bir tələb yoxdur. Yəqin ki, ilkin mərhələlərdə İlqar müəllimlə mən təsdiqləyər ki, dərmiyə əkinləri olan yerlərdə zaten belə bir tələb yoxdur. Yəni siz dərmiyə yerlərində zaten sizə heç kim deməyəcək, su çək, çünki zaten su olandan sonra deyəcək, təzyiqli su gəldi sahəyə qədər. Bəli, ondan sonra artıq şərt olacaq ki, dövlət sizə təzyiqli suyu sahənizin başına gətiribsə, ondan sonra o gələn hər suyun damlası bizim üçün böyük, niyə bu günlər görürsünüz, hamımız əziyyət çəkilir. Deyirik ki, suyumuz yoxdur. Deməli, biz nə etməliyik? Suyu gələcək, sizin oğlunuzla sabahları, burada suyu tapması üçün, əkin aparması üçün biz o suyu qoruyub saxlamalıyıq. Bütün dünyada qabaqçıl ölkələr, indiyənə kimi bu prosesi edirlər. Onlar niyə görə müasir suvarma edirlər? Bu həm məhsuldarlığınıza sizi təsir edəcək. Yəni, gəlin, siz o təlimlərə qatılanda sizə konkret olaraq mən o sahənin mütəxəssisi deyiləm, amma neçə illərdir mən də bu sahədə öyrənirəm, mütəxəssislər deyirlər. Suvarma sistemi tətbiq edən adamın əldə elədiyi məhsuldarlıqla eləmədiyi adamın məhsuldarlığı arasında böyük bir fərq var. Yəni, siz zaten əziyyət çəkəcəksinizsə, ben İlqar müəllimin də dedim ki, istər satışı olsun, istər əkin olsun, bunu siz artıq öncədən planlı şəkildə düşünməlisiniz. Bəli, mən suvarma sistemini tətbiq edənlər. İndi bax, bayaqları deyirsiniz ki, bizə dəstək yoxdur. Bayaqları görün, mən sizə nə qədər dövlətin dəstəkləməsi. Subsidiyanı saydım, əvəzsiz verirəm, saydım. Texnika ilə, digər necə deyirlər, avadanlıqlarla, üstəgəl müasir suvarma sistemi özündə. Nə qədər güzəştlər var. Bunların hamısı dəstəkdir. Yəni, dolayısıyla dəstəklər var, siz burada narahat olmayın. O ki, qaldı, siz düşünürsünüzsə ki, tək, mən də sizdən razıyam, tək bəli, 5 hektar, 10 hektara əkmək çox çətindir. Amma 5 nəfərdən əkmək o qədər də tək əkmək qədər çətin deyil. Siz xərcləri də paylaşacaqsınız. Sadəcə olaraq müəyyən qədər oturub bir yerdə işləməliyik. Deməli ki, bəli, 5 manat siz qoyacaqsınız, 5 manat qardaşınız qoyacaq, 5 manat və artıq sizdə müəyyən bir büdcə formalaşacaq. Plus da əlavə olaraq dövlətin dəstəyi. Onda yük bir nəfərə çətin düşməyəcək. Mən çalışıram belə, daha belə asan dillə izah edeyim ki, hamı üçün aydın olsun. Amma çox təlimlərdə iştirak edərsəz, sizə çox hər şey aydın olacaq. Sizdən çox hər şeylər ki, təlimlərdə iştirak edin. Çox sağ olun, deyirsiniz, başa saldınız. Bunun adını təhlil edir. Amması var ki, amma. Amma yani oldu ki, siz de geçebilirsiniz. Yani gibi su düzelince, bu temper düzelince 65 gitti, 66 gitti, ona gün çatmayacak. O zamanlarda ona etaba gelebilir. Ona göre diyelim, siz de hemen mağazaların emektaşıdır, işçisidir. Siz de gelip orada diyebilirsiniz ki, yani kent cemaatinin görüşünüzü de keçirdik. Çok düzgün. Siz fikir verdiniz ki, ben size anladım. Siz fikir verdiniz ki, sizin her bir sözünüzü buraya yazdım. Bu elə değil. İlqar müəllim bəxş suyla bağlı sizə dedi ki, birbaşa kənd təsərrüfatının səlahiyyətində olmasa da, biz su komissiyasında iştirak edirik. İlqar müəllim beyinciyə qarları cavablandırdı ki, biz gelip bu məsələləri qaldıracaq. Birbaşa səlahiyyətimizdə olmasa da belə, biz agentliyin qarşısında qaldırırıq. Aidiyyatı iclaslarda mütləq onu rəhbərliyə edirik, bizim rəhbərliyimiz də qaldırırıq. Başqa hansısa suallar var, ama çox başlayaq təkrar suallar olmasın. Buyurun, özünüzü təqdim edin. Çox sağ olun. Adınız, soyadınız? İsmail Vagif. Buyurun İsmail Vagif. Neyi Vagif'in? Bunu yeşiller, ben kızım, nereden babam mesela bir fotoğraf, mesela bir yerini götürmeye
təsərrüfatlarda onlar ailə rəhbərliyi, bir mənalı ailə kəndi təsərrüfatı yaradır. Bir günə də sizi qeydiyyatdan keçirmək heç bir problem yoxdur. Bəli, heç bir məsələ. O kırmızı sözleri var, dökülüyor, ekmeği verip yeter. Mən düzgün anladım, sizin həyət yanınızda su var, amma o təsərrüfat suyu deyil, düzdür? Ne demək istəyirsiniz? Siz anladınız mı? Bir dedim, tam anlayabilirsiniz. Aydındır. Onun özümüzdə qeyd edərək konuda danışaq. Çünki yenə də o bizim birbaşa sağlayımımızda olan məsələ deyil. Sözü nümayəndədir. Sizdən də xahiş edəcəyik, belə məsələlər qaldıqca bizim daimimizdən nümayəndəliyə nümayəndədir. İmam Allah'ın kendi üzere imamı bırakıyor. Buradaki bütün ürünlerin hamısı iyi bırakıyor. Bir de size bir sual vermek istedim ki, bu sualma sistemleri diye siz yaranladı, damlama sistemi, evo sistemi herhalde. Bunları mesela için bir imkanı var, bir imkanı yok. Bir imkanı olmayan, bunu neyse seçin. Baxın, yenə də təkrar edirəm sonra. Çox xahiş edirəm, dinləyəsiniz. Biz dedik ki, bəli, bir nəfər üçün ola bilər ki, birincisi sizə ən çətin hissəsi sahəyə qədər təzyiqli sütunu dövlət edir. Sizin buna heç bir qəpiklə xərciniz olmur. Düzdürmü? Ondan sonra ki, siz sahə daxilinə çəkəcəksiniz, onu da yenə də dediyim kimi güzəştləri var. 20% ilkin ödəniş edirsiniz avans olaraq. 40%-ni heç bir ödəniş eləmədən dövlət ödəyir. Yerdə qalan 40% isə 5 il istədiyiniz halda 5 il müddətinə güzəştlərlə çox aşağı faizlə sizə kredit kartı açılır. Plus da əgər bunu siz 5 nəfər, 6 nəfər kooperativ şəklində eləsəniz, bu sizə çox cüzi bir üstünüzə düşəcəksiniz. Başqa hansı sual? Siz vermişsiniz suallar. Gəlin eləyəndə xətrinizə dəyməsiniz. Gəlin bunu hiç verməyənlərdən kiməsə şans verək. Sonra incikliyi olmasın ki, deyilmək də. Buyurun, adını soyadınız. Zahir Bəliyev. Buyurun Zahir. Ben sana bir başlıklı olayım. Böyle sakinler buradaki namı seçtiğini çağırmam. Ben de hanım siz dediniz sual verin diye biz sakinlerle meşgul olanlar bize verilen devlet tarafından köye kuyruq xəstəcə gəlir. Siz dediniz yok. Ben rəhbəriyə zəng elədim indi bu dəqiqə. Yani karşılandı o. O ne biliyorsun o mesele? Burada böyle anlamlı. Ümumiyyətlə vergi ödəyicisi olursa təbii ki, oranın bu kəsilir. Amma ayrı-ayrı bu Kənd Təsərrüfatı Nazirinin xətti ilə kənd sakinlərində verilən torpağa verilməsinə görə heç bir o kəsilir. Amma o ümumi şəxs olması röyon alsa təbii ki, röyon alanda o dövlət qaçıqlama qaydalarına Onu da araşdırmışıq biz, vergi ödəyicisi olan belə, burada güzəştlər 3 illik, bir neçə illik müddətdə davam edir. Hələ ki, heç kimin pulu kəsməyəcəklər. Bizim hal-hazırda yaradılan vergi ödəyicisi olan kooperativlərimiz də var. Buyurub, əgər bizə inanırsınız, onlardan uzaqlaşın, heç kimin pulunu kəsməyirlər. Yəni, kəssəlidə də yenə kimi səsi çıxmışdı. Yəni, elə bir şey yoxdur. Yəni, mən bildiyimi bilirəm ki, bu məsələni araşdırmışıq. Yenə də sizin bir narahatçılığınız varsa, biz yenə də gedib ailəti quruma biz nazirlik Söhbət nədən gedir? Bu günləri mən yerləşdirən ki, işğalın azad olmuş ərazilərə yəni köprüləşdirilir. İşğalın azad olmayan ərazilərdə bəli, bu gün müxtəlif bölgələrdə olan məcburi köprülər vergi ödəyicisi olan kimi avtomatik oturum kəsilir. Belədir, qayda budur. Bunu bu cəmaət bu ərazi üçün olaraq desin ki, güzəştlərsə bu aydınlaşdırıcı məlumat verir. Ben İslam əhlini danışdım məsələ. İslam əhlini hər dikkat, əgər bu ön açılacaqsa bu saatlarında, onun təlimatı bunun bizə var. Onun yanıdır. Yani sakinler bilsin, sabah icra etmek Bu sual mən özümdə belə qeyd elədim. Bu sual bizə digər kəndlərdə də verilir. Hal-hazırda biz müqavilə və öyün açdığımız indiyənə kimi bəlkə 20-yə yaxın kooperativ var. Və hələ heç birini çörək pulu kəsilməyib. Yenə də mən bu məsələni araşdıracağım. Ola bilər ki, kimsə tam məlumatlı deyil. Çünki güzəştlər biz belə deyək də aydınlaşdırmışdıq. Bura ki, çünki bu suallar öncədən də
Amma yenə də mən özümdə də qeyd edirəm, biz orada birbaşa Nazirlik Kursuyla ailə saxlı iradlandıracaq. Çünki vergi ödəyicisi olmaq hələ çörək pulunun belə deyil, ilkin böyünü aşdırmaq hələ çörək pulunu kəsmək deyil. Bizə ikinci bir sual da gəlmişdi ki, yaxşı biz vergi ödəyəcəyik. Bunu da bilin ki, kənd təsərrüfatı istehsalı vergidən azaldır. Bunu da indidən bilin ki, yəni sabahlardan sizə yanlış məlumat versə, hər hansı bir problem olmasın. Amma hər hansı bir sual var. Adamın anlaşılmır. Bir digər məsələ də oldu ki, kooperativlərdə hüquqi şəxs yaranır və bu açılan böyük hüquqi şəxsin adını olur. X şəxsin əlini bəyənin adını olur. Sonra buyurun, kimi sual var idi. Sonuncu sualı da alaq, təkrar sualdan varsa, yəni siz bir də sualını da verirsiniz, siz sualınızdan açmayacaq. Adınız soyadınız. Əlbəttə ki, ona görə dedik ki, başa düşürük ki, belli bağlarının salınmasına başdan mütləq su lazımdır. Su gəlməyənə qədər siz dəniyə əkin edə bilərsiniz və dəniyə əkin edəndən sonra vaxt su gələcək, siz fikrini dəyişib artıq bir illik əkin əvəzinə bizə müraciət edəcəksiniz, deyəcəksiniz artıq mən bağ salmaq istəyirəm və ona görə də yəni mən müştəri heç bir problemi olmayacaq, siz onu bağa dəyişə biləcəksiniz. Bir də kimsə, buyurun, özünüz təqdim edin. Maksudum Al-Rahim. Buyurun. Ben bu kətdə doğulub bu kətdə böyümüşəm. Bu kətdə 12 dənə kəhədir. Bunun hal-hazırda 7'si işləkdir. 12 kəhriniz var. Bunların qoyanların üstündə örtmüşdür. Ondan getmiş olur. Burada siz danışırsınız. Mən bir söhbətlə yanaşırsınız. Bizim bu saat baş kəhriz dediğimiz kəhrizdir. Qələbə kəhriz dediğimiz bir də orta kəhrizimiz. İki də axır serliyə. Əkdiyimizin də qeyri-ki sudan istifadə edənlərə qənaət edir. Bunu necə qənaət edir? Mən başa düşəmirəm. Bu axırsa serliyə. Bunu necəsə yığıb, yəni bu cəmaatın əkdiyə bilmək olmazmı ki? Biz qeydiyyatımızı apardıq. Çox təəssüf ki, yenə dediyimiz gibi, bunun agentliyi baxır, su agentliyi, Kənd Təsərrüfatı Nazirliyi səlahiyyətində olmayan. Amma qeydiyyatımızı apardıq, biz bunu məncə bunu bildirəcək ki, belə bir hava, o gəlib yerində baxsınlar. Bir də Şahin müəllim, siz bu məsələdən araşdırıb bizə məlumat verərsiniz də, doğrudan da seyirləmə gedir, su axır mı? Onu bir daha araşdırıb bizə şəkillər təqdim edəsiniz də qaldırarsınız. Burada bir şey düşünürüm. Su nümayəndəliyi burada nümayəndəsi. O məlumatları xahiş edir. Mən çox xahiş edirəm, o da burada iştirak edesin. Bəzi məsələlər, siz Kənd Təsərrüfatı Nazirliyi ayrı məsələlərdir. Onlar bu məsələdir. Problem deyil. Şahin müəllim, ola bilər ki, birbaşa bizim səlahiyyətimizdə deyil, amma ümumi su məsələsi Kənd Təsərrüfatına aid məsələdir. Rəfiq bəy qaldırdı, Rəfiq kişi qaldırdı. Biz özümüzdə qeyd elədik, araşdırıb, sonra xüsusi nümayəndəliyə və aidiyyəti yerlərə biz verməliyik. Biz yerləri siz araşdırın, nədir məsələ? Bir də siz deyirsiniz, bu məsələ, Zərgilanın ağarlıqlarımızı müqayisəyə olmaz. Bunlar arazı suyundan istifadə edilir. Amma biz gəngələr, amma birinci bu yollar gəngəlir. Bir iki aydan sonra burada bir dənə yaşadıqlar deyil. Hamısı gəngəlir. Narahat olmayın, biz sizin narahatçılığınızı, doğrudan da dediyiniz kimi, haqlı bir narahatçılıqdır. Biz indi xahiş edəcəyik, Şahin müəllim məsələni araşdıracaq, bir arayış şəklində Nazirliyə təqdim edəcək. Onun əsasında da biz aidiyyəti qurumlarına danışacaq. Başqa hansı sual var? Qardaşımız gözəldir ki, şəhərləşmək, bağçılıq, bostancılıq, bizdə o vaxtı bağçılıq, bostancılıq kərizlərin altında olur. Kərizlərin su tutan yerində olur. Başqa yerdə, məsələn, mən gedib burada bağ əşəbilməyəm, bağ əşəbilsə orada əsərəm ancaq düzür. Burada inkişaf yerlərimiz yok, burada qoyulasın. Rəfiq bəy, baxın, siz indi danışırsınız ki, kəhlizlər var. İndiki halda sizlə razıyıq. Amma sabahları su getirirlərdən sonra
təkcə kəndinizin yanında yox, su gətirilən istənilən yerlərdə o əkini aparmaq olur. İnşallah çok süpersiniz. İnşallah gələcək planda var. Sadəcə biraz səbirli olmaq məcbur olacaq. Sizin sualınızı alan axırdakı sizə gələcək sənə sual verməyən adamlar haqqında kimi onlara verirsiniz. Buyurun. Əslində mən sual yox. Adınız, soyadınız. Əsgərov Kemal. Əsgərov Kemal. Buyurun. Doğru Xəbər TV informasiya portalının rəhbərindən sadəcə olaraq Biraz mükəmməl danışırsınız, sizi eşitmirəm mən sizin. Doğru Xəbər TV informasiya portalının rəhbəri Kemal Əsgərov. Mənim sadəcə olaraq sualım deyil, xahişim var. Buyurun. Təcrübəmdən də gəlir ki, mən bu Kənd Təsərrüfatı Nazirliyinin işləri ilə bağlı bizim redaksiyaya çox sayda müraciətlər olunur. Çox sayda şikayətlər deyək ki, daxil olunub. Biz bir neçəsini, belə deyək ki, həm araşdırmışıq qurumlar və ictimaiyyətə də təqdim etmişik. Bir ikisini nümunə üçün çəkəcəm və arzu etmərəm ki, həmin o xoşa gəlməz hallar burada da cərəyan etsin. Yəni, belə deyək ki, Xocavənd rayonunda bir qrup sakinlər bizim redaksiyaya müraciət etdilər, əraziləri məmurlar tərəfindən, əsasən məmurlar tərəfindən, bu bayaq ailə kooperativi dediniz, o formada ələ keçirdikləri haqqında məlumatlar verir. Biz aidiyyatı qurumlarla araşdırma apardıq və istiqamətləndirdik ki, araşdırılsın. Təəssüflər olsun ki, təbii ki, o obyektiv araşdırılmadı, nəticə itibarilə ictimaiyyətə də düzgün obyektiv cavab verə bilmədik. Amma mən bunu deməkdə məqsədim budur ki, bugün təbii ki, burada baxıram ki, suallar verənlərin şəxslərin çoxu aidiyyatsız suallardır da, yəni su, falan, digər məsələlər. Bugün siz subsidiyadan danışsınız, ərazilərin bölgüsündən danışsınız. Kənd təsərrüfatında əsasən əkinə yararlı torpaqlardır bu dəqiqə lazım olan. Bugün çoxu, belə deyək də, mən özümü onlardan kənara tutmuram, hüquqlarımızı mükəmməl bilmədiyimiz üçün. Sizin dediklərinizdə bizə də çox aydın olmur, mən elə hiss edirəm. Ona görə də aidiyyatsız suallar. Bugün lazımdır ki, nazirlik olaraq burada ərazilərdə verilən torpaqlar, əkinə yararlı torpaqlarla gedir söhbət. Yəni, şəffaf formada, yəni elə olsun ki, bir nəfərə böyük bir ərazilər verilir, amma sadə bir vətəndaş bugün imkanı yoxdur, sabah bir imkan əldə etdi, indi əkin torpağı istəyir, deyirlər ki, əkinə yararlı torpaq yoxdur. Elə ərazilər təklif olunur ki, o kəndçi də deyir ki, mən ora gedib onu əkməkdənsə, heç əkməsəm ondan yaxşıdır. Burada da işsizliyin sayı artır, narazılıqlar çoxalır və nazirliyin də ünvanına xoşagəlməz fikirlər səsləndirilir. Mənim ricam sizdən bundandır ki, yəni bu ərazilər bölünəndə bu məsələlər diqqətə alınsın. Xüsusilə də, yəni dediyim kimi, o əkinə yararlı torpaqları səlahiyyətli şəxslər, məmur deyək ki, və yaxud da belə deyək, imkanlı şəxslərdə o bölgü ondan düzgün qaydada bölgü olunsun ki, məsələn, biri deyir ki, bu imkanım var, ailə kooperativi yaradıb, götürür burada 70 hektar, nə bilim, 40 hektar, misal deyək, və digərləri qalır kənarda. Yəni, bu məsələləri nəzərə almanızı xahiş edirəm və təbii ki, mən də burada apardığım qeydlər Doğru Xəbər TV-də Presline azda mütləq şəkildə işıqlanacaq. Minnətdarım. İlk mən özümə maraqlı gəldi. Xocavənddə bildiyimiz hansı kəndlərdə olur ki, kimlərsə məmurlar gedin. Deyil, bu işi belə deyək də, kifayət ciddi bir siqnalı, ciddi bir məsələdir. Varsa bunun araşdırma, mütləq şəkildə yəni, hansı kənd, hansı yaşayış, hansı tərəfdə deyil. Yəni, illa ki, siz doğru xəbər verirsiniz. Yəni, belə bir ictimai xəbər nəsə toxarında bir təmsil etsin. Deyincək ki, onu bilək. Bilməli dolayısını əldə edəcəksə. Bizim redaksiyaya daxil olan çox üzr istəyirəm. Beyləqanda ki, Xocavənd qəsəbəsi salınıb, oranın sakinləri bizə müraciət etmişdi. İcra başçısı İvaz Hüseynov haqqında və onun qardaşı haqqında sonra birinci mağazada. Tamam, biz Beyləqandan deyil danışmırıq. Biz Xocavənd
dediniz ki Xocavənd. Yox, deyirəm ki, Beyləqanın ərazisində tamam. Xocavənd qəsəbəsi. Orada Bizə yerləşir. bu aidiyyət deyil. Yəni siz deyirsiniz Kəncəvan nazlı. Oradadırsa, orayla bağlı biz araşdırmaya gəlirik, orayla bağlı. Nasıl Beyləqan. Bir, onu nəzərdə tutur ki, əgər orada əkilirsə, orada böyük ihtimal icra hakimiyyəti tərəfindən verilmiş. Elə deyilmi? Yəni, icra hakimiyyətinin özündə şikayət edirlər. Necə? Xocavənd rayonunun icra hakimiyyətində və özünün müavinində, qardaşından şikayət edirlər, Şikayət edirlər. Mən sizə əlaqələrə çox xahiş edirəm. Onların detallı formada. Yəni, vətəndaşlarla siz xahiş edirəm. Bax, deyirsiniz məsələ, üzərindən, gəlib məsələ üzərindən getməliyi həll eləmək, çalışmalı həll eləmək. Yəni, böyləcə rahat məsələ qalacaq, yenə problem həll olmuyor. Sizdən xahiş. Əgər elə bir məsələ varsa, orada narahatçılıq, torpaqla müraciət edeyim, biz də orada bir icra hakimiyyəti. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin arasında deyil, yəni icra hakimiyyətləri verir orada. Buna Xocavəndi Beyləqandan deyil də, ola bilər, Xocavənd ərazisində Beyləqanda yaşayır. Orada olur, normal olur, belə düşünürlər. Siz müraciətləri eləsinlər, Kənd Təsərrüfatı Nazirliyindən, müraciət bizə məsələni qaldır, adət üzrə. Tamam məsələ ilə bağlı. Əgər yox, bu günləri biz işğaldan azalmış ərazilərdə, sakinlərə verdiklərimizlə bağlı hansı bir xoşlayamayan hal varsa, yəni mənim özümün bir rəfərsəməkdə birbaşa da faktların əsasında bildirirsiniz və müraciət olunca yaxşımı? Bunlar zahmətlə ola bilərsiniz. Bu məmnuniyyətlə əlavə növbəsi göstərəm. Mən bunu qeyd eləməkdə nümunə qeyd və bununla da deyirsiniz ki, müraciət eləmək. Biz rəsmi müraciət göndərmişik. Qrup aidiyyatı üzrə şöbə bizdən əlaqə saxlayır. Əraziyə baxış keçirmək üçün biz vətəndaşlarla əlaqələndirmişik, amma getməkdən imtina etdilər. Bu müraciətin biraz şəklini falan aparsınız, olan rəqə yəni açılan hər şey bilməyəcək. Sadəcə olaraq mən nümunə üçün gətirdim ki, o cür hallar, eyni zamanda da bizim məsələn qəsəbədə bizə də, hansı ki Beyrasıvar qəsəbəsində Cəbrayıl sakinləri üçün. Oradan da bizə zamanında, İsrail müəllim orada qeyd edir, oradan da bizə zamanında belə narazılıqlar oldu. Qeyri-bərabər bölünməsi ilə bağlı. Tamam, burada doğruluğun sakinlərlə görüşürüz, siz doğruluğun sakinsiniz. Yəni, məsələn, sizin çox geniş baxırsınız, bu yaxşıdır, amma hər hansı bir işin geniş haqqında, görsəniz ki, bir adama 50 hektar verilir ki, biz buraya görə gəlmişik ki, biz deyək ki, hansı şərtlərlə torpaq sakinlərə istifadə edilir. Biz əgər işin başında bir-birimizlə öpən yaşır, bir-birimizə dəstək olmasa, bu arzulıqlar var, müraciət, təlim, sertifikat, kooperativ, ailə kəfitə. Bu, yəni heç də güldən uşaq bir şey sözlər deyil, bu real bunları keçər bir yerdə işimizlə. Yəni, siz bu işin, onda bir özü verəcəksiniz, bizim işimiz şəffafdır, vətəndaşlar. Hər hansı bir sual, ona bilər də, yəni, insan, hər da bir araşdırıq varsa, onu biz aydınlaşdıraq, olabilir. Yaxşımı? Bugün əyanı görüş çox gözəldir. Ben bunun için de size teşekkür ederim. Xahiş edirəm. Qısa şəkliniz. Siz sağ olun ki, gəlmişsiniz, fikirlərinizi gelişirsiniz. Amma mən də sizə irad kimi çıxmazsa, verilən suallara hamısı, açıq deyil, yəni kifayət qədər aktual sual, su məsələsidir. Biz məsələn bir yerdə bir səy görsətsək, su məsələsini gündəmə gətirsək, orada su lazımdır. Mən bugün taxıl əkirəm, sonra mən orada üzüm əkirəm üçün, şahtar əkirəm üçün su lazımdır. Bax, burada bir yerdə işləyək, səy görsətsək. Yəni, nümayəndəlik, siz, biz, yerində adət. Biz bir yerdə bir yaxşı mənada istəklərimizi ortaya qoysa, sonra o tez də olsa, o məsələ həll olunacaq. Mən İraq kimi dediniz, Eşidilmir. siz İraq kimi dediniz, mənə başa düşmürəm. Yox, deyirsiniz ki, suallar, adətə olmayan suallar deyil. Bəziləri təbrik edir. Önemli suallar. Xanım da istiqamətlərimizdəki ki, ADL-ə aiddir da, yəni müzahir Amma mən çox müəyyən məsələlərdə ola bilər ki, dəfəli gəlmişik, bəzi məsələlər ola bilər ki, sizə aydındır, dediklər. Bu sualları digər tərəflərdə də biz eşitdik. Normaldır, biz çalışqın hamısı dərəcədə hamı sualları cavablandıraq. Yenə dediyim kimi, detallı sualların hamısını siz təlimlərdə cavabını alacaqsınız. Biz yenə gələcəyik. Sertifikatlar veriləndə də gələcəyik. Ən az bir 3-4 dəfə sizinlə görüşəcəyik. Minimum olaraq. Kimin başqa sual varsa, son suallarda alan. Borcunuzlu işinizdir. Bir daha da son sual
Birincisi olduğu ikincisi olarak start edelim. Biz Kur'an'ın iki müdahale topraklarına getirmemiz var. Sizin adınız doğru. Kumadın oğlu. Hayır, bakın, böyük ancak hüquqi şəxs olmalıdır. Ailə kənd təsərrüfatı yaradıldıqda böyünə ehtiyac yoxdur. Bunu da biz yenə bu prosesdə də sizə dəstək göstərəcəyik. Qeydiyyatdan keçməyə, narahat olmayın. Yalnızca kooperativ yaradıldığı təqdirdə, çünki siz artıq hüquqi şəxsə çevirirsiniz. Onda böyük açırsınız. Amma ailə kənd təsərrüfatında ehtiyac yoxdur. Bir də fiziki şəxs olduqda ehtiyac yoxdur. Buyurun. Bir dəqiqədən sonra xahiş edirəm. Biz səni sual verəndə eşitmirik. Yox, onlar da eşitsinlər də. Hamı eşitsin ki, sual veriləndə bəlkə də sizin vermək istədiyiniz sualı onu verir də. Qulaq asın xahiş edirəm. Buyurun, buyurun. Sual doğru olaylarının rəsmanları deyil. Onun mənəliyi mən deyim. Bəli. İmkan var ki, artıq geniş mənası. Baxın, biz dedik ki, bizdə qaydalar iki cürdür. Bir, kənd və qəsəbə sakinlərinə veriləcək torpaq sahələri. Bu qaydaları mən sizə izah edim. Eyni zamanda da bizim ikinci bir qaydalarımız var. Hansı ki, sahibkarlıq subyektlərinə verilir. Onların şərtləri tamamilə fərqlidir. Birinci halda torpaqlar minimum veriləcək 5 hektardır. İkinci halda sahibkarlıq subyektləri minimum 20 hektardan başlayır. Baxın, biznes planda sahibkar nəyi verir? Kənd sakinlərdə verilən torpaqlar ancaq ora köçüb yaşayan sakinlərə. Amma biznes üçün müraciət edəndə həm sakinlərdə eləyə bilən biznes müraciət edir. Eyni zamanda kənarda istənilən bir yerdə biznesmendir. Çünki niyə görə? Gəlib ora vəsait qoyurlar. Burada tələb nədir? Həmin sahibkar mütləqara pul qoymalı vəsait qoymalıdır. İkinci biznes plan hazırlanmalıdır. Biz görməliyik ki, veriləcək o torpaqda o nə edəcək? Nə qədər adam işlədəcək, iş yerləri yaratmalıdır. Yəni, ikinci şərt niyə görə torpaqlar elə böyükdür? O şərtlər də biraz daha fərqlidir. İkinci orada icarə haqqı var. Xahiş edirəm, bunu da dəqiq biləsiniz ki, sakinlərdən icarə haqqı alırlar. Amma investisiya müsahibəsinə əgər iştirak eləmək istəyirsinizsə, orada icarə haqqı alınacaq. Yəni, oradakı fərqlər, belə deyək, yenə də sizə təlimlərdə izah olunacaq. Amma mən indi xahiş edəcəm bizim dairə rəhbərindən həm sakinlərlə bağlı qaydalar, həm də ki, investisiya müsahibəsi qaydalarını biz sizinlə paylaşacaq. Kimə maraqlıdırsa, elə yerlər var idi ki, biz sakinlərlə danışanda elə sakin var idi, dedik ki, mən baxmayaraq ki, sakinim, həm də mənim imkanım var, mən burada iş yeri yaradıb, investisiyaya qoşulmaq istəyirəm. Həm sakin kimi müraciət elədi, həm də əlavə investisiya qoyulub, yəni müqam mərhələ təsdiq investisiya müsabiqəsində də iştirak edir. Amma onun şərti fərqlidir. Yəni, orada qaydalar şərtlər tamamilə fərqlidir. Onun sakin kimi müraciət eləməklə eləyəcəyiniz qaydalara hər hansı bir aidiyyatı yoxdur. O tamamilə fərqli şərtlər altında olur, fərqli qaydalar. Layihənin adı nə gedir? İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin investisiya müsabiqəsi vasitəsilə sahibkarların istifadəsinə verilməsi olduqca sağlanır. Məsəl deyil, yəni, belə çox məsələn, Nazirliyin sahibindən gelir aqroqolbası, orada